Salam. Bugün qansız qurbanlardan bəhs edəcəyik. Qansız qurbanlara demək nə aiddir? Üstün varlıqlara və yaxud da varlığa təqdim edilən bitkilər, yeyəcəklər, pul, zinət əşyaları, geyimlər və bənzəri şeylər aid edilir. Tarix boyu bir çox dini ənənələrdə ilk məhsulun tanrılara və yaxud da ilahi varlıqlara təqdim edilməsi adəti vardır. Bu cür qurbanlardan başqa insanın özünü asketik həyata, mütləq bəkarətə, səssizliyə və aclığa məhkum etməsi də bir növ qurban olaraq dəyərləndirilə bilər. İnsanın özünü və ya bir yaxınını Allaha adaması şəklindəki qurbanın da qədim cəmiyyətlərdə olduğunu biz Quran-ı Kərimdən də görürük. Ali İmran və Məryəm surələrində İmran ailəsinin o doğmamış uşaqlığını adaq olaraq vermələri də bu nümunələrdəndir. Məryəmi verir, bilirsiniz, Məryəm uşaqlıqdan məbəddə xidmət edir. Yenə Quranda qansız qurban növlərinə aid olan bir qurbanın verildiyini yenə biz orada görürük. Enam surəsində 136-137-də deyir ki, öz zənnlərinə görə bu Allahındır, bu isə bütlərimizin deyərək Allahın yaratdığı heyvanlardan və əkinlərdən pay ayırdılar kimi. Buradan da biz bunu görürük. Qansız qurbana demək ana başlığı altında indi biz müəyyən qansız qurban növlərinə də baxaq və onların xüsusiyyətlərinə görə uyğun adla incələyək bunları. Məsələn, bədəl qurbanlarını və yaxud da əvəz qurbanı deyək. Öldürmə şəkilləri bilirsiniz və qorxu düşüncəsi ilə əlaqəli qurulan praktiklər bilirsiniz ki, çox şaxəlidir və müxtəlifdir. Daha öncə edilən heyvan və insan qurbanı zamanla yerini bədəl qurbanına buraxmışdır, əvəzləyiciyə buraxmışdır. Və bu adət insan və ya heyvan, qurban yeyəcəyi, qurban pulu yaxud da simvolik qurban adətinə tətbiqinə belə deyə keçirmişdir. Bədəl qurbanının davam edən formaları demək saç qurbanıdır. Saç insanın tamamındakı o həyatın mərkəzini təmsil edər və ümumiyyətlə saç haqqında bir video çəkmişdim, amma o müəyyən bir yerdə idi. Cəza olaraqdır, amma saç haqqında geniş video çəksəm, bunu çəkmək istəyərdim. Buradan da biz onu görəcəyik. Digərsə iffət qurbanıdır. Və bu iffət qurbanı içərisində cinsəl orqanını kəsilməsi, hadım edilməsi, xədim edilməsi, yəni fani cinsəlliyi tərk etməyə və ya özünü tamamilə Tanrıya adamaq kimi qurban növlərinə daxildir. İbranice Qudesim və Qudosot Hindistanda məbəd qızları devadası, Tanrının kölələri mənasına gəlməkdir. Bu qadınların demək evlilik öncəsi məbədə təqdim edilmələridir bunlar da və ana tanrıca Kibeleyə rahiblərin və sıradan insanların cinsəl orqanlarının sunulması. Müxtəlif Amerika və Afrika, Avstraliya yerlərində də Asiya etnik qruplar arasında da görülən fövqəli təbii gücə qulaq, barmaq kimi orqanların sunulmasının son dərəcə zəngin etnolojik nümunələri vardır. Və hətta bizim bu YouTube-da türk gəzgin var, Fatih Koparan, o Asiya xalqları, qəbilələr arasında gəzərkən də orada göstərmişdir, qadın əri ölür və yaxud da yaxın olur, qardaşı ölür, barmaqlarını kəsirlər. O videolarına baxa bilərsiniz məsəl üçün. Və orada onun canlı nümunələrini görə bilərsiniz. Hətta necə bu adətin yaşadığı, hələ də yaşadığı, bu və bunun kimi digər adətlərində yaşadığı videoları orada göstərmişdir. Reklam odur. Və hətta günümüzdə Yahudilik və İslamda tətbiq edilən sünnət ayinin kökləri də çox qədimə dayanan bir praktikanın bir davamı olduğunu da düşünür. Necə ki, ilk övlad uşaq qurbanı olubsa, artıq övlad yerinə də onun bir bədənin bir parçasının qurban edilmiş kimi göstərilə bilər. Günümüzdə bədənin bir parçasının bədəl qurban olaraq verilməsinə Hindistanda da rast gəlirik. Hindistanın yerli xalqlarından olan
Kontların folklorunda bu qurban şəkli belədir ki, bir su basqını fəlakəti ilə qarşılaşdığında oğlan uşağı sahibi iki qadın uşaqları ilə bərabər öz yeyəcəkləri olan iki bitkinin yanlarında gətirərək meydanın ortasına gəlirlər. Bu qadınlardan biri öz barmağını kəsərək qanını torpağa axıdır. Daha sonra bitkilərdən birini kəsib oğluna yedirməkdədir. Sonra qadın oğluna onun anası olduğunu unutmağını və öz kürəyindən bir ət parçası qopararaq torpağa bastırılmasını deyər. Uşaq anasının dediklərini edincə su basqından bataqlaşmış olan torpaqlar quruyaraq o an köhnə halına, normal halına geri dönür. Heyvanlar, ağaclar və quşlar da öz canlılığına geri dönər beləliklə bu qurban vasitəsilə. Demək, baxaq Yunan mifologiyasında, orada da bədəl qurbanı olaraq saç kəsilməsi vardır. Saç qurbanı belədir ki, Apollon yetkinlik yaşlarına damğa vuracaq macəraların o dalınca düşən kral övladları olan argonaftları qoruyur. Bilirsiniz, oğlan uşaqlar yetkinlik yaşına çatdığı isbatı üçün müəyyən bir macəralara gedir. Məsələn, bizdə necədir? Ad qoymaq üçün buğanı bir qəhrəmanlıq göstərir, buğanı yıxdı falan kimi sonra ad qoyulursa, qədim xalqlarda da beləncədir ki, o yetkinlik yaşına çatınca bir imtahandan keçirlər. Və burada da Apollon demək argonaftları qoyur dedik və gənc erkəklər ilk dəfə orada saç kəsdiklərində saçlarını sonsuza dək gənc qalan digər tanrı Heraklla birlikdə ona da adayırlar. Buna əlavə olaraq biz bir də qazanc qurbanını saymaq mümkündür. Bu qurban yaz boyunca saçlarını kəsdirməyən qadınların bir günlüyünə də yalnızca yabancılara, xaricilərə bir ücret ödəniş qarşılığında fahişəlik etmək və bu işin qazancını da Afrodit tapınağına vermək məcburiyyətində olduqları bir bədəl qurbanı növüdür. Bunun bir bənzəri də köhnə Ermənistanda görülür. Strabona görə soylu erməni ailələrinin qızları Anahitin tapınağında daha öncə müəyyən bir sürə fahişəlik etdiklərindən sonra evləndirirlər ki, yaxın tarixdə buna bənzər bir növünü də biz bilirik kəşfiyyatda istifadə etdiklərində. Bədəl qurbanlarının bir digər növü də cəmaətin günahlarının yükləndiyi şəxs, yəni günah keçisi seçilən şəxsin qədimdə cəmaətin o bütün günahlarını kəffarət üçün öldürülməsidir. Və bu tədbir günümüzdə günah keçisi seçilmiş şəxsin o cəmaətdən, toplumdan ixrac edilməsi formasına çevrilmişdir. Qədim türk boylarına baxdığımızda ölən kişinin və ya savaşa qatılacaq olan şəxsin atının quyruğunun kəsilməsi adəti vardır. Bu və yaxud da ki, tullamaq, dul etmək şəklində adlandırılmaqdadır və tətbiq edilməkdədir. Bahəddin Ögəl bu mövzunu belə deyir ki, əri ölən at ərin arvadı kimi dul qalmış olur. Yəni necə ki, arvadın əri ölürsə, dul qalmışsa, atın da igidi ölürsə, at da dul qalır. Onun üçün də buna tullamaq, dullamaq deyilir və bu quyruq kəsmə yolu ilə də simvollaşdırılmış olurdu. Bugün də bu adətin yaşandığını görürük biz orada bəzi xalqlarda və Bahəddin Ögəl ölü və ya şəhidin atının quyruğunun evlərdə, məzarlarda asılı, bəzən də atlardan bağlanaraq mühafizə edilişinin animizmlə əlaqəli olmadığını deyir. Əslində bunun animizmlə gerçəkdən də bir əlaqəsi yoxdur. Bu bir bədəl qurbanıdır. Atın tamamı yerinə, bilirsiniz, dedik ki, ölüncə atın əşyaları, igidləri arvad özündən bastırma adəti vardı. Əsas atın özündən bastırma adəti vardı. Bunu da çoxunuz türk abidələrində də görmüşsünüz. Atın qurbanlarda. Demək, atın tamamının yerinə artıq onun quyruğunun qurban edilməsidir. Bunun türk kültüründəki at, arvad və silahın müqəddəs olduğu anlayışı ilə də əlaqəsi vardır. Ölən şəxsin atı da eynilə xanımı kimi namusu olaraq dəyərləndirilir və atın quyruğunun kəsilməsi ilə də başqalarının ata sahib olmasının önə keçirilməkdədir, önünə keçirilməkdədir. Yenə qədim türklərdə ölən şəxsin ardından
tökülən o qanlı göz yaşını da biz bədəl qurbanı olaraq dəyərləndirmək lazımdır. Ölənlərin arxası üçün xüsusən də dul qalan qadınların üzlərini o yaralanma, parçalanma adəti də türklərdə yaygındır. Bəlkə də dul qalan qadınların ərlərinin cənazələrini özlərini o qurban edərək eşlik etmək istəmədikləri üçündür. Üzlərini yaralamaqla və qanlı göz yaşı deyilən bu adətlə ölümü simvollaşdırırlar. Qədim ərəblərdə də bədəl qurbanı mövcuddur. Bu da adətən heyvan daha canlı ikən bir orqanının kəsilməsi ilə edilir. Bu adəti Məhəmməd Peyğəmbərin qadağasına qədər davam etdiyini bilirik və belə ki, Əbu Davud və Tirmizinin məlumatına görə Həzrəti Peyğəmbər Məkkədən Mədinəyə hicrəti zamanı birilərinin dəvələrinin o hörgüclərini, qoyunların quyruqlarını kəsdiyini görür və bu adəti qadağan edir. Qoyunların quyruğunun, dəvələrin hörgücünün kəsilməsindən qan çıxa bilər, bəli. Ancaq yenə də adət qansız qurban sinifinə daxil edilməkdədir. Belə ki, qanlı qurbanda murad dediyimiz kimi, burada nədir? İstənilən şey qurban edilən canlının həyatına son verməkdir. Canlının bir orqanının onun həyatına bədəl əvəz olaraq kəsilməsi həyata son vermək olmadığı üçün burada onu biz qansız qurban olaraq dəyərləndirilir. Bəzi qurbanlar isə heç qan axıdılmadığı halda qurbanın öldürülməsi görülür. Məsələn, suda boğularaq öldürülmə. Bu da qansız olaraq görülsə də nəticə etibarilə qanlı qurban sinifindədir. Çünki qurbanın həyatına son verilmişdir. Ana məqsəd həyatına son verməkdir. Qurbanın qanının axıb-axmaması əhəmiyyətlidir, amma bununla bərabər nəticə də əhəmiyyətlidir. Qanlı qurbanlarda adətən qan axıdılması şərti vardır. Ancaq qan axmadan da nümunələri tarixdə, dinlər tarixində çoxdur və göstərmək olar. Baxaq bədəldən danışaq, məhsul və qida qurbanından danışaq. Məhsul və qida qurbanı bu çiftçi, əkinci xalqlarda buğda, darı, düyü, çiçək və s. maddələrin ilahlara qurban olaraq verildiyi bilinməkdədir. Xüsusən ən qədim ilahi din sayılan Yəhudiliyin müqəddəs kitabı Qədim Ahiddə məhsul qurbanının mövcud olduğu görülməkdədir. Öz torpağının turfanlarının ilkin məhsulundan Allahın Rəbbin evinə gətirəcəksin kimi ifadə vardır və İslamdan öncə ənənəvi Türk dinində qanlı qurbanlarla yanaşı qansız qurban sinifindən olan bitki və ya qida qurbanına daxil olan adətlər də vardır. Demək, baxaq onlara. İlk məhsulun qurban edilməsi ənənəsi yaygındır. Xüsusən də saçmaq, yəni bu saç deyil, saçılaraq, dağıdılaraq saçmaq bir növ qansız qurban olub. Dinlər tarixində bir çox qövmdə bunun çox fərqli nümunələrini görə bilərik. Darısı başımıza, sağ əli başımıza kəlməsi də var ki, bu da bir dilək təmənni, bu da bir növ o saçı adətinin mədəniyyətimizdəki, kültürümüzdəki adət ənənəmizin o qalıntısını olaraq görülür. Və tacir qövmlərdə pulun saçı ünsürü olaraq girdiyi görülür və Anadoluda bizdə məsəl üçün hələ də toy adətlərində bu görülür, davam edir. Gəlinin başına pul saçılması, qapıdan çıxarkən pul saçılmasıdır, musiqiçilərə falan pul dağıdılmasıdır və yaxud da şəkər dağıdılmasıdır, uşaqlara pul dağıdılmasıdır. Bunlar toy adətlərinin gözünüzün qabağına gətirin. Bunlar o saçı qurbanının içinə daxil edilir. Ən qida və pul saçma ənənəsi bu ənənələrin bir növ adətinin davamı sayılır həmçinin də. Və ayrıca yenə də türklərdə qida qurbanı digər nümunəsi qımız və qıçıraq südüdür. Qırğızların milli içkisi olan qımız və qıçıraq südü torpaq, at, ev və dörd bir tərəfə sərpməklə qurban edilir. Tuva türklərində də bənzər bir adət vardır. Bu adət Tanrı və müqəddəs dağa verilməkdədir. Yəni öncə süd duası edilir, sonra
Dalıca da bir qazan süd həm içilir, həm də 3 barmaqla belə göyə atılır və bərəkət, bağışlanma kimi dua edilir. Buradan duanı oxuyum sizin üçün. Ey göyüm, ey Tanrım, sənin nemətlərinə qarşı əcizimi bağışla, aciziyyətimi bağışla. Yəni süd sənin bizə bir nemətin, onu sən verdin. Mən də bunu sənə geri təqdim edirəm. Şükranımın ifadəsi olaraq qəbul et. Altın dağlarım, məni və ailəmi bağışla, bərəkət ver. Mən də sənə dua edirəm. Millətimi bağışla və qoru kimi bir duanı oxuyurlar. Daha sonra güclərə baxaq. Güclərdə də qida qurbanı vardır. Və tanrıların dünyası ilə əlaqə qurmağın ən nizamlı, ən düzənli, ən üzüntüsüz, az üzüntülü, yəni ən üzüntüsüz yolu qurbandır. Ən sadəsindən ən ehtişamlısını ilə cəmiyyətin, topluluğun yükümlülüyündən olan qurbanların sayları həddindən artıq çox olmaqla yanaşı bahalıdır da. Adətən olduqca yoxsul olan bu toplumların əldə etdikləri malların əhəmiyyətli bir hissəsi bu adaqlara gedər. Bu niyazlar şam, böyük duz, çörəklər və şəklində taxıl və çox miqdarda pivədən ibarətdir. Pivə tanrılara təqdim edilir. Ardıç içkisində ölülərə ayrılmışdır və ovada oturan o güclərin pivənin yerinə onlar da şərab alır. Qədim ərəb bütpərəstliyində də bütlər üçün kəsilən və ya adanan heyvanlardan başqa da məhsul qurbanı mövcuddur. Ərəblərdə əldə etdiyi məhsulun bir qismini bütlərə və Allaha sunduqları görülmüşdür. Yenə bu mövzuda Quranda keçir ki, öz zənlərinə görə bu Allahındır, bu da bütlərimizin deyərək Allahın yaratdığı heyvanlardan və əkinlərdən pay ayırdılar. Bütləri üçün ayırdıqlarını Allah üçün verilməz, amma Allah üçün ayırdıqlarından bütləri üçün verilirdi. Nə pis hökm verirdilər. Bu da Ənam surəsindən oxuya bilərsiniz orada. Demək, Afrikanın ənənəvi dinlərində də tanrılara qansız qurban növlərindən olan yemək niyazları edilirdi və Afrikalılar insanın başına gələn pisliyə, kötülüyə, fəlakətə o hirsləri, öfkələri, qəzəbləri ucbatından o qəzəblənən tanrıların səbəb olduğuna inanırlardı və buna görə də hər pislik və ya fəlakət ilahi qəzəbə bir həmlədir, addımdır və bu ilahi bir cəza olaraq dəyərləndirilir. Ayrıca qıtlıq, salgın, xəstəlik, pandemiya, xəstəlik, kasıblıq və qəzalar belə daxil olmaq üzrə bütün fəlakətlərin zina, yaxın qohumlarla cinsi əlaqə, qadağaların pozulması və əhdi pozma kimi dini əxlaqi günahların səbəbi ilə verildiyinə inanılmaqdadır. Yəni günahkarsan, günahkar toplumun da cəzaları olaraq xəstəlik, salgın, fəlakətlər başlarına gəlir. Və bunun üçün də o ata ruhlarına və ya ilahlara yemək qurbanları verilməkdədir. Əllərində olanlardan indi nəyiləri varsa yeməklər hazırlanır, qarğıdalı və yer alması qaynadılır. Xurma şərabı, bilirsiniz, danışmışdıq şərabda da, bu coğrafiyada xurma şərabı daha yaygındır. Xurma şərabı və ya pivə şərabı hazırlanır və özləri ilə birlikdə axşam yeməyinə qatılması üçün də qonşular dəvət edilir. Yəni topluca edilən bir yemək olacaqdır. Bir araya gələn bu insanlar bu yemək qurbanlarını daha öncə də özləri ilə bərabər yaşamış olan ölən yaxınlarına, yəni bərabər yaşayırlar, sonra ölüblər, o ölülərə və ruhlara və tanrılara təqdim edilir. Necə ki, biz də yemək yedirik, ölülərin ruhuna dəysin, ruhuna cansız dəysin, Allah qəbul etsin və yaxud da deyiriksə, onlar da eyni şəkildə yeyərək, sanki onlar yemişcəsində onlara təqdim edilirlər. Və məsələn, Nigeriyalı İqbolar nə vaxt kola qozu qırsalar, mütləq özləri ilə bərabər yemək üzrə tanrı və ata ruhları dəvət edərlər. Yəndə biz deyirik, ehsan olsun, ehsan kimi yeyirik, ehsan niyyətinə keçsin, onun kimi düşünə bilərsiniz.
və beləcə qurban təqdim edən şəxslər qurban səbəbilə məqsədlərinə çatacaqlarına, barış, sülh, nəşə, himayə və əmin-amanlığa, əmniyyətə qovuşacaqlarına inanırlar. Yaponiyada da demək Tanrı Otabi Shoya bu yerləşir-yerləşməz o məskunlaşdığı kimi onu razı salmaq və lütfündən nail olmaq üçün adanır. Ehsan edilən o ehsan edilənlər cürbəcürdür və adətən ən dəyərli mallar, ən yaxşı şeylər onlarda ehsan edilir. Dəniz məhsulları, balıq onlar üçün dəyərli, bahalı olan şeylərdən. Dağ məhsulları, tərəvəz, meyvə quruları, əsasən də təsərrüfat malları, düyün unundan şirniyyatlar, necə biz halva edirik undan şirniyyat, ondan da düyün unundan bir şirniyyatlar olan o mochi və düyü raqsı sake ehsan edilir. Bu ehsanların hazırlanmağı da çox mürəkkəb bir prosesdir və adətən də toya rolundakı şəxsin vəzifəsizdir. Adaqları, ehsanları Tanrının önünə yerləşdirdikdən sonra inananların istəklərini dilə gətirən bir neçə dua, norito oxunur və günümüzdə oxunan dualar adətən bol məhsul və ya demək əhalinin, toplumun salamatçılığı, hər cür fəlakətlərdən əsirgəmə, qorunma arzusu ilə bağlıdır. Dualar oxunduqdan da sonra ehsanların, adaqların yeyildiyini və müqəddəs sake olan o rakının içildiyini və noari olaraq bilinən o ziyafətə gəlinir və tanrıları ilə yeməyin məqsədi burada nədir? Böyük ehtimalla Ujiko mövqeyindəki şəxslərə tanrı enerjisini çatdırmaqdır. İlahi ata adətən düyü tanrısı sayıldığı üçün adaqların, ehsanların əksəriyyəti düyü və oxşar taxıllardır. Və burada əslində tanrı olan ataların ruhlarından həyati güc aldıqlarına inandıqları deyilə bilər. Tanrıya adətən düyü şirniyyatı kimi ehsanlar verilir. Ehsanlar sunak olaraq işlədilən, istifadə edilən daş o rəflərin üzərinə qoyulur. Toshidana deyilir onların üzərinə qoyulur. Demək biz daha sonra mayalarda baxaq. Mayalarda kültük seremoni qansızdır. Meyvələr və çiçəklər qurban edilməkdədir. Ayrıca demək asketik qurban icra etmə formlarında müqəddəs sulardan içmə adəti də vardır. Yenə qədim Amerika xalqlarından olan inkalarda insan qurbanından başqa yemə içmə qurbanı və əsas kültük etnik lamas ehsanları da mövcuddur. Adonis Kıbrısdakı yerli adı ilə Aos kəsilmiş ağacların tanrıçaya sunuluşundan başqa bir şey bilmədiyimiz bir Afrodit bayramından başqa ayın olaraq varlıq göstərməz. Demək, inkalarda qanlı qurbanların yanında qansız qurban nümunələrə də rast gəlinir. Demək, əsas da o günəş tapınağının vəzifələri arasında günəş bakirələri ki, bunlar akıllı olaraq adlandırılan bir qrup qadınlar vardır. Öncə monastır tərzi yerlərdə aklahuası təhsil görmək üçün toplanan bu qadınlar burada qurban törənlərində ehsan edilən, verilən vikunya və alpaka yunundan hazırlanmış dəyərli parçalar toxunmağı və hər törəndə mütləq istifadə edilən o mayalanmış qarğıdalı içkisi çiçanın hazırlanmağı öyrənirlər. Günəşin çıxması ilə hər kəs diz çökər və inkaya günəşə içməsi üçün çiçə sunar. Bu qadınların da burada vəzifə görməsi də qansız qurban şəklində görülür. Və qanlı qurbanların çox yaygın olduğu Hindistanda qurban öncəsi fəaliyyətlə bağlı əlaqəli demək, o da qansız qurban nümunələrində rast gəlinir. Mitdəki Kamadhenu bütün zənginliyini təmsil etmiş olduğu bir brahmanla hər zaman möhkəm bir ortaqlıq içindədirlər və brahman Vedadakı qurban törəninin papazıdır. Bu qurban törəni üçün ilk öncə ehsan ediləcək inəyin südü ilə süd məhsulları əsas da qurban ataşının ocağının üzərinə tökülən arıdılmış tərəyağı lazımdır.
Məhsul qurbanı mövzusunda nəticə olaraq bunu demək mümkündür ki, Həzrət Adəmin oğlu Qabilin təqdim etdiyi əkin qurbanının insanlıq tarixinin ilk qansız qurban nümunəsi olaraq qəbul edilir. İlk hissədə dediyimiz kimi ilahi dinlərin ümumi qəbuluna görə Qabil Allaha qurban olaraq buğda təqdim etmişdir ki, bu da əsasən məhsul qurbanıdır. Bu daha sonra digər qida və məhsul qurbanlarının modeli olaraq görmüşdür. Baxaq ruhani və vəqf qurbanına. Bu qurban növü çox dində mövcud olan, ancaq çox da yaygın olmayan və qurban olaraq çox bilinməyən bir qansız qurban növüdür və bu da insanların özlərini Tanrıya vəqf etmələri şəklində cərəyan edən ruhani qurbandır. Daha çox da xristianlıqda bunu görmək olur. Daha çox katolikləri bilirsiniz. Nə dedik? Demək qurban olaraq insanların özlərini Tanrıya vəqf etmələri şəklində cərəyan edən bir ruhani qurbandır. Bu qurban təməl xüsusiyyəti nədir? Orada insanların özlərini Tanrıya və məbədlərə xidmətinə adanması, dünyəvi bəklənti, gözlənti və arzuları tərk etməsi, bəkarəti qorunması, səssizlik və ibadətə ağırlıq verməsi şəklində izah edilə bilər. Bu qurban növü günümüzdə Budizm və Xristianlıqda çox yaygındır. Dedik, qədim Yahudilikdə də tətbiq edildiyi bilinməkdədir. Amma deyim ki, təməli Budizmdir. Əsas olaraq bu qurban növünün öncülüyü Budizmə aid olduğu deyilə bilər. Çünki Budistlər Hinduizmdəki o qəti kast sisteminə əlavə olaraq Hindu din adamları olan brahmanların çox sayda heyvan qurbanı sunmalarına da şiddətlə qarşı durmuşlar. Həm kast sisteminə, həm də heyvan sunmalarına qarşı çıxmışlar. Və bütün canlıların qohum olduğuna inanan Budistlər bir növ demək ahisma prinsipi olaraq heç bir canlıya zərər vermək istəməzlər. Bundan dolayı Budizmdəki texnik olaraq qurban seremoniyasına rast gəlinmir orada və ancaq bu onlarda qurbanın olmadığı mənasına da gəlməz. Belə ki, fiziki qurbandan ziyadə simvol və özünü vəqf etmə, adama qurbandan bəhs etmək mümkündür burada. Sutadata Budizmdə Yanna deyə ifadə edilən bir qurbanın çox fərqli mərhələlərinin olduğundan bəhs edilməkdədir. Və qurbanın işi mükəmməl dini və dünyəvi həyata gedən yollar şəklində dəyərləndirilməkdədir. Budizmdə doğru qurban şəxsin malı və ya özünü tamamilə təslim etməsi və bu dünyanı tərk etmək surəti ilə özünü dini həyata adamaqla olur. Din adamı olmayan şəxslərə belə bir qurban etmə, mallarının əvəzsiz həyatın qızlarına və oğullarına buraxması demək deyildir. Ancaq belə fədəkarlıqlarla üstün ərdəm, fəzilət tarlasından o məhsulun toxumlarını əkmək mümkündür kimi bir düşüncə var orada. Beləcə toplumdakı yüksək dini standartlar davam etdirilə bilməkdədir. Məsəl üçün, Asiya xalqlarında demək, əri ölmüş dul qadın özünü öldürsə, o qapıya bir ərdəm qapısı kimi bir fəzilət, bir status verilir. Bunun kimi də düşünə bilərik. Budistlərdən özünü vəqf etmənin ən uca bir ərdəm olduğu anlaşılmaqdadır. Onlar hər insanın harcı bacardığı şey olmayan bu tətbiqlə dinin ayaqda dura biləcəyinə inanmaqdadır. Əslində insanın evini, qohumlarını və hamısından əhəmiyyətlisi də içində yaşadığı dünyanı və bu dünyanın bütün nemətlərini tərk etməsi heç asan iş deyil
belə davranan bu ruhban sinifinin bu adətin, tətbiqin, hərəkətin doğru olduğuna inanması və hətta dini ayaqda tutduğunu zənn etməsi bəlkə də öz baxışından bir makul, normal qarşılanmalıdır, qəbul edilməlidir. Bəlkə də başqa ifadə ilə bu tutum budistlərcə öz quruluşlarında doğru, tutarlı, əsaslı qəbul edilməkdədir. Dolayısıyla digər insanların bunu anlamaması çox da əhəmiyyətli deyildir onlar üçün. Zaten ruhban sinifini digər insanlardan ayıran fərq də elə fərq də buradadır. Mükəmməl dini və dünyavi həyatı əldə etmə arzusu ilə budistlər dünyanın ən qədim subay keşişləri, yəni evlənməmiş bekar keşişləri, rahiblər topluluğu olan Şanqanın subay rahiblər təşkilatını qurmuşlardır. Bunlar da ayrıca bekar rahibə topluluğu da vardır və özlərini monastırlara vəqf etmiş olan bu ruhanilər monastırlarda topluca birlikdə mütəvazi, münzəvi, yəni tərk edilmiş, səssiz bir şəkildə yaşamaqdadırlar. Dilənçiliklə keçimlərini təmin edən rahiblərə demək bhikhu, rahibələrə isə bhikshuni. Üzr istəyirəm, bu yabancı kəlmələr çox da adları çox da yaxşı istifadə etmirəm. Deməli rahiblərə bhikhu, rahibələrə isə bhikshuni deyilir. Bunların demək buradakı o dilənçilik asan bir həyatın, yəni çox asan özlərinin seçilmiş olduğu o asan həyat deyil. Təmin edilməsindən ziyadə nəfsin öldürülməsi üçün edilir. Ayrıca ruhbanlıq dünyanı tərk etmə əsasına dayandığı üçün mal-mülk sahib olma kimi bir narahatlıqları da yoxdur onların. Bunların dünyalıq malları bir su qabı və bir də bir gün yaşaya biləcəkləri qədər çörək olur. Bunun üçün ruhban həyatı fakirlik, kasıblıq, yoxsulluq, demək səssizlik və subaylığa əsaslanır. Ancaq Şankaya qatılmaq üçün bir sıra şərtlər tələb edilmişdir. Deməli, qatillər, oğrular, əsirlər, əskərlər, yoluxucu xəstəliyə tutulmuş olanlar, fiziki əlilliyi olanlar, onlar qəbul edilməz, onların dışında olan başqa hər kəs rahib və rahibəliyə başvura bilərlər. Rahib olmaq üçün ən alt yaş limiti demək 20-dir, ancaq 15 yaşında da bitirənləri təşkilatı alındıqları bilinməkdədir. Başqa din və inanclardan öyrənənlər isə əhəmiyyətli bir sınaq imtahan dövründən keçirirlər və sonra rahibliyə qəbul edilə bilərlər. Təşkilata ilk girən saç və sakalını kəsmək, sarı geyim geyinmək və yetkili rahibin önündə 3 dəfə imam iqrarında, yəni imamını, inancını etiraf etmə hərəkətində məcburiyyətindədirlər. Təzim etmiş ola bilər, dua etmiş ola bilər. Necə ki bizdə məsələn nikah qılır, qəbul etdimmi, 3 dəfə deyilir və yaxud da boşanmada boşu və yaxud da şahadət gətirilirsə, onlarda da eyni şəkildə burada da 3 dəfə bu imam iqrarında bulunurlar və etiraf etmək məcburiyyətindədirlər də. Ayrıca demək rahiblik adayı namizədi ən az 10 rahib önündə rəhbər rahib tərəfindən imtahan edilirlər və sınaq müsbət bitdikdə namizədə əməl etməli olduğu qatı qaydalar və diqqətli olması lazım olan böyük günahlar izah edilir. Rahib bu günahlardan hər hansı birini işlədikdə və ya geçici, müvəqqəti ya da daimi olaraq Şanqadan atılır. Yəni bu ihlal edirsə, bu qanunları pozulsa, ya qısa müddətli atılır ya da daimi olaraq atılır Şanqadan. Ayrıca rahiblər bu təşkilatdan öz istəkləri ilə də ayrılma şansına sahibdir. Rahib və rahibələr əsla evlənə bilməzlər. Çünki budistlər cinsəlliyi bütün günahların qaynağı olaraq görürlər. Nirvanaya, yəni qurtuluşa ancaq rahiblər çata bilər. Buna görə də ruhani qurbanı çox əhəmiyyətlidir. İnsan əbədi bir həyat
əldə etməyi və samsara çəmbərindən çıxa bilməsi ancaq qəti bir riyazət həyatının sürdürüldüyünə qurbanlıqla bu qurbanlıqla mümkündür. Budizmdəki bu ruhani və münzəvi tərk edilmiş səssiz bir həyatın bir bənzərini də qədim Yunanıstanda Orfik dinində biz görə bilərik. Demək, Orfizm deyilir orada və Orfizmdə görürük dedik və sir dinlərindən olan, mistik sir dinlərindən olan Orfizmdə biz Orfizm bu dinə mənsub olanların əməl etməli olduqları qatı qaydalar vardır və bunların başında da mütəvazi, yenə də münzəvi, tərk edilmiş səssizlik bir həyat yaşamalıdırlar, bəyaz geyinməlidirlər və içində yaşadıkları toplumun qanlı qurbanını rədd etmək, bir də qidalanmada onlar vegetarianlığı seçirlər. Bu şərtlər gəlir. Hər cür qanlı qurbana qarşı olan Orfizm həqiqi qurban olaraq ərdəmli, fəzilətli yaşamağı və münzəvi həyatı görməkdədirlər, bunları seçirlər. Və Budizmdəki o ruhani qurbanının bir digər bənzərini xristianlıqda biz görürük. Bu iki dindəki ruhani qurbanı bir-birilə hardasa üst-üstə örtüşür belə deyək. Sanki rahib və rahibələrin özlərini Allaha adamış olmaları, suba yaşamaları, dünyadan belə deyək, o ələtək çəkməmiş olmaları, münzəvi, yəni tənha həyat seçərək dini həyata əhəmiyyət verməkləri çox bənzəyir bunların və fərqlilikləri isə iləride danışacağıq zaten. Ruhban olmayanlardan özlərini məbədə vəqf edərək qurban edə bilməkləri mümkündür və keçmiş və günümüzdə bunun nümunələri vardır və ruhban olmadan da belə insan özünü, yəni dedik ki, və yaxud da valideynlərin uşaqlarını Allaha ibadət etmə, xidmət etmək üçün o məbədə vəqf etməsi ənənəsi qədim yəhudiliqdə də görülür həmçinin. Orada İmranın arvadı deyir: "Ya Rəbbi, qarnındakı olanı sadəcə sənə xidmət etmək üzrə adayıram. Məndən qəbul et. Doğrusu eşidən, bilən ancaq sənsən." Günümüzdə isə bu cür yeni vəqf qurban növünə müasir dini axımlarda sıxca rast gəlinir. Məsələn, Munculu bu dini sistemi qəbul edən gənclərin 4 ildən az olmamaq üzrə özlərini cəmaata vəqf etmə ənənəsi yayğındır. Yenə də Fatih Koparanın bu Muncuların evlənmə törəninə qatıldığı bir videosu var. Asiya videolarına baxarsanız, Kore Asiya videolarında orada görərsiniz. Mən oradan izləmişdim həmçinin. Ay Fatih, buradan oxuyuram, buradan da onun videolarını izləyirəm. Çox yararlı olur. Bu arada da deyim ki, bütün gəlirlərini bağışlayır. Depremdən, zəlzələdən zərər görmüş uşaqlar üçün, oxumaq üçün bağışlayır və onu sevərək izləyirik. Məsələn, yenə mövzumuza qayıdaraq da dedik ki, günümüzdə vəqf qurban növünə müasir dini axımlarda sıxca rast gəlinir. Məsələn, Munculuqda bu dini sistem qəbul edən gənclərin 4 ildən az olmamaq üzrə, demək, nə edirlər onlar? Özlərini cəmaata vəqf etmə ənənəsi yayğındır. Yaponiyada və Qərbdə bütün bu vaxtını bu dini hərəkətə adayanlar full time üzvləri vardır və cəmaat mərkəzlərində onlar qalırlar. Full time, yəni bütün time orada qalırlar. Və özlərini bu təriqətlərə vəqf edən üzvlərin də sayı günümüzdə 10 minlərcədir, bəlkə də çoxdur. Bunların digər dinlərdəkindən fərqi o full time üzvlüyün yəni özünü vəqf etmənin müəyyən zamanla məhdud olmasıdır. Və bu zaman zərfində bəkarətə böyük əhəmiyyət verilməkdədir. Əslində bu sərhəd onları ideolojik inanclarından qaynaqlanır. Yəni Muncular demək, eşli günahın boyunduruğundan qurtularaq əbədi qurtuluşu əldə etmək üçün evliliyin şərt olduğuna inanırlar. Cəmaata verimli xidmət, cəmaata, yəni bu təriqətə, öz qruplarına xidmət etdiyini isbatlayan və
üstün bacarıq da göstərən 4 ya da 8 ilin sonunda birbaşa bu qrupun lideri olan Sun Myung Moon tərəfindən eşləşdirilməkdədir. Yəni ona bir cütlük tapılıb birləşdirilməkdədir və toplu nikahları qıyılmaqdadır. Dediyim kimi Fatih Kobaranın videolarında var bu. Nikah adətinə videosunu çəkmişdir. Mooncla bu evləndirməni kutsama, müqəddəsləşdirmə anlayışıyla ifadə etməkdədir. Bu birləşdirmənin qəribə tərəfi isə burada o evlənəcək cütlüklərin daha öncə bir-birlərini heç görməmiş və tanımadıqlarıdır. Onlar ancaq nikah zamanı o qoluna girən gəlinin adayının və yaxud da damat adayının bəyi görmə şansına sahib olurlar ilk dəfə orada. Və Toto nikah deyilə biləcək bu adət tamamilə Sun Myung Moon deyilən şəxsin təsərrüfatındadır, onun əlindədir belə deyək və onun seçdiyi cütlüklər eşləşdirilir. Onun belə deyək kəraməti ilə. Daha öncə heç görülmədiyi, tanımadığı, irqinin, rənginin, bəli, nə olduğunu bilmədiyi biri ilə nikah günü eşləşərək evlənmək də bir mənada elə qurban olmaqdır. Mooncluqda bu evlilik, yəni kutsama sadə bir adət deyildir. Əksinə kutsama qadın və erkəklərin tanrı mərkəzli birliyi olaraq düşünülür və kutsanan o demək Tanrı adına Məsih olaraq qəbul edilən Moon həyata keçirir bunu, bu evliliyin, bu nikah adını belə deyək. Evlənəcək cütlüklərin ən az 3 il bu qrupa xidmət etmiş olmaları lazımdır və erkəklərin azı 26 yaş olmalıdır, qadınların isə 24 yaşına çatmış olması lazımdır. Nikahdan sonra da birbaşa evlilik həyatına keçmirlər. Onlar bunun üçün 40 gün ilə 7 il bir zaman zərfinə ehtiyac vardı buna görə də və hər cür cinsəl ilişkinin qadağan olduğu və evlənmiş olmaqlarına baxmayaraq nişanlılıq olaraq dəyərləndirilə biləcək bu dövrdə, həmin bu 40 gün və 7 illik dövrü cinsəllik yasaqdır, nişanlı olaraq dəyərləndirilir və birbaşa evlilik həyatına keçirilmir və bu dövrdə də adətən misionerlik məqsədi ilə həmin bu cütlüklər ayrı-ayrılıqda fərqli yerlərə göndərilməkdədirlər. Bu vəzifənin bitməsi ilə bir araya gələn cütlüklər 40 gün yenə də cinsəl pəhriz dövrünü keçirmək məcburiyyətindədirlər və bu adət insanın o vəzlərinə başlamadan öncə ruhsal əsas yaratmaq üçün belə deyək, qırlarda keçirdiyi o 40 günə bədəl olaraq düşünülməkdədir İsa'nın. Yəni İsa 40 gün qırlada zaman keçirir, sonra isə vaazlarına başlayır. Onunla eyni bir eşləşmə olaraq düşünülür. Və Moonclar bu dövrü Tanrı mərkəzli evlilik üçün yaradılan ilk ruhsal əsas olaraq dəyərləndirilməkdədir.